Qoşula bildiyini mətnə. Bəli, mən qoşuldum. Hı -hı. Deməli 82-dən baxmalıyıq. Bəli. 82-ci suala baxırıq. Xəritədə Avrasiya materikini kəsməyən xəttlər. Xəritələrdə Avrasiya materikini hansı xəttlər kəsməyəcək? Çevirək məsələn əvvəlki xəritəyə. Burada Avrasiya materikini görmək olur. Üzərinə yazıram. Bəli. Bax, Avrasiya materiki. Avrasiya materikini gördüyün kimi bax buradan Greenwich meridianı kəsir. Yəni 0-cı meridian kəsir. Sonra bu tərəfdən 180 dərəcə meridianı da kəsir. Və verilən variantlara əsasən, məsələn, şimal qütb dairəsi də kəsir. 66.5 dərəcə şimal enliyidir. Amma ekvator Avrasiya materikini kəsmir. Ekvator keçir buradan. Avrasiya materikini yox, orada məsələn, ölkə olaraq siyasi xəritədə soruşulsa İndoneziyanı kəsir və yaxud da deyə bilərik ki, Zond adalarını kəsir, Kalimantan adasını kəsir, amma sırf materikin özünü kəsmir. Bir də Cənub yarımkürəsində olan enliklər Avrasiya materikini kəsmir. İndi qayıdaq həmin suala. Bunu silim. Sualı geri qaytaraq. Nə oldu? Avrasiya materikini kəsməyən xəttlər Greenwich meridianı kəsdi, 180 dərəcə meridianı kəsdi. Bəli. Şimal tropik xətti ilə kəsdi. Şimal tropik xətti 23.5 dərəcə şimal enliyidir. Avrasiya materikini kəsir. Burada kəsmir cənub tropik xətti, cənub qütb dairəsi, bir də bəli. Bir də ekvator. Kəsməyən oldu. Bunlar 82-ci testdə oldu. Bir dəqiqə. Greenwich meridianı dedim. Yox, bir dənə baxım gözlə. Nə seçdim mən burada? B variantı. 2, 4, 5. Bəli. Sonra 84. -84-cü suala baxaq. Miqyası 1 bölünsün 50 milyon olan birinci xəritədə A və B məntəqələri arasındakı məsafə 82 cm-dir. İkinci xəritədə isə həmin məsafə 205 cm-dir. İkinci xəritənin miqyasının və hansı qrupa aid olduğunu müəyyən edin. Mən demişdim ki, bu tipli məsələlərdə hissə-hissə həlli. Birinci verilənlərə əsasən, məsələn, bizə nə verilib? Miqyas verilibdir, xəritədəki məsafə verilibdir. Biz həqiqi məsafəni tapıb, sonra deyək ki, ikinci xəritədə isə həmin məsafə, yəni eyni həqiqi məsafədən söhbət gedir. O 205 cm göstərib ikinci xəritənin miqyasını tapaq. Bəli. Başlayaq indi məsələnin izahına. Birinci verilənlərə əsasən, məsələn, yazaq, nələri yaza bilərik? 1 bölünsün 50 milyondur. Buradan 5 dənə sıfırı silirəm. 5 sıfır siləndə qalır 500. Yəni miqyasımız bərabərdir 500 kilometr. Sonra A və B məntəqələri arasındakı məsafə isə 82 cm-dir. Xəritədəki məsafəmiz yəni xəritədəki məsafə 82. Bəli, həqiqi məsafəmizi bilmirik nə qədərsə. Həqiqi məsafəni isə tapacağıq. Xəritədəki məsafə unutsun miqyası. Bəli, həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vuraq miqyasa. İndi bunları bir-birinə vuruq. 500-ü vurarıq 82-yə. 500-ü 82 vuranda düşəcək. Təxminən nə qədər? 41 min. 41 min, bəli. 41 min kilometr oldu bunların arasındakı məsafə. Sonra ikinci xəritədə isə həmin məsafə deyir 205 kilometrdir. Yəni həmin bu həqiqi məsafəni yazıq ikinci xəritədə. Həqiqi məsafə bərabərdir 41 min kilometr. Sonra xəritədəki məsafə 205 kilometr. Miqyas bərabərdir sual işarəsi. Miqyası indi tapsaq. Bəli, miqyas bərabərdir 41 min, yəni həqiqi məsafə bölünsün xəritədəki məsafə olan 205-ə. İndi onu da 205-ə bölsək düşür, deməli 200 dəfə. 200. İndi 200 yanına da 5-dən 0 gəlsək olacaq A variantı. 1 bölünsün 20 milyon və 20 milyon kiçik miqyaslı xəritələrdir. Çünki biz demişdik ki, 1 bölünsün 1 milyondan kiçik olan xəritələr bəli, kiçik miqyaslı xəritələr adlanır. 84-də də oldu A variantı. Sonra növbəti sualımız olacaq 98. 98-ə baxaq görək orada nə soruşulur bizdən. Bunu yaddaşa vurum, birdən yadımdan çıxar.
Bir dəqiqə testlər çevrildi. Bu geri qaytaraq. Bəli. Səhifə neçədə idi? Səhifəsini itirdim əslində. Səhifə 27 mənim. Çox gedirik. Nə qədər deyirəm, burada geri şey deyə bilmirəm. 27 gəldi. Aha. Növbəti sual demişdim 98. Baxaq 98-də nə Bəli, soruşulur? 98. 98-də bizdə deyir ki, sxem əsasən A və B məntəqələri arasında məsafənin 1 bölünsün 2.500.000 miqyaslı xəritədə neçə santimetr olduğunu hesablayın. A və B məntəqələri arasındakı məsafəni bilmirik nə qədərsə, amma miqyas verilibdir. Miqyasımız 1 bölünsün 2.500.000-dir. Buradan 5 dənə sıfır siləsi olsaq, qalır miqyas bərabərdir 25 kilometr. Bəli, 25 kilometr bizim miqyasımızdır. A və B məntəqəsi məsafəni bilmirik. Amma bizdə A və B nöqtələrinə baxaraq 71 dərəcə və 76 dərəcəli enliklərin arasında uzunluqların arasında yerləşir. Bəli. Və hər dəfədə bir dərəcəyə görsün uzunluğunu göstərir ki, orada 74 kilometr. Yəni bunların hamısının arasında 74 kilometr məsafə var. 5 dənə 74 kilometrdir. Ona görə də 5-i vurarıq 74-ə və biz həqiqi məsafəni taparıq. 74-ü vursaq 5-ə, deməli 370 kilometr oldu A və B məntəqələri arasındakı məsafə. Yəni bizim həqiqi məsafəmiz 370 kilometrdir. Bizdən də nəyi soruşur? Xəritədəki məsafə. Xəritədəki məsafəmiz bərabərdir. Həqiqi məsafə bölünsün miqyasa. Bəli, burada da yazaq bu alt tərəfdən, orada yer sığmayacaq. Xəritədəki məsafə bərabərdir. 370 bölünsün 25-ə. Yəni miqyasa. Bölək nə qədər alınır? Bölsək bunu 25-ə alınır. 14,8 santimetr. Bax, burada C variantı. Başa düşdün? Bəli, bu da rahat. Ay, sağ ol. Başa düşmədiyin olsa təkrar soruş, izah edəcəm. Növbəti işarələdiyin suala baxaq. 101, 103, 105. Çevirin bir dənə səhifəni. 101. Nə deyir 101-də? Şimal coğrafi qütbündən hərəkətə başlayan səyyah bir qədər getdikdən sonra hərəkətin 90 dərəcə azimutla davam etmişdir. O yenidən şimal qütbünə qısa yolla hansı azimutla qayıtmalıdır? Bax, 101-ci sual belədir. İndi baxaq görək onu necə işləyəcəyik. Şimal qütbündən, bax bu ekvatordur, yer kürəsidir. Yer kürəsinin ən təpə nöqtəsi, ən şimal nöqtəsi 90 dərəcə şimal qütbüdür. Buradan hansı meridianla sən hərəkət edirsənsə elə, yəni hansı istiqamətə hərəkət edirsənsə elə, üzü cənuba doğru düşürsən. Nəyə görə? Çünki bu elə bir ki, bax bu dağın təpəsidir. Elə burada sxemdə göstərim. Dağın elə bir, həmişə belə təsvirlər şimal coğrafi qütbünü. Elə bir dağın ən uca yeridir, ən zirvəsidir. Ona görə də buradan hansı istiqamətə gedirsənsə get, axır cənuba düşürsən, yəni üz aşağı düşəcəksən. Ona görə də şimal coğrafi qütbündən hərəkətə başlayan səyyah bir qədər getdikdən sonra hərəkətin 90 dərəcə azimutda davam eləmişdir. Məsələn, biraz cənuba doğru düşüb, sonra şərqə doğru getdi. Sonra bizə nə deyir? Hərəkətini yenidən şimal qütbünə ən qısa yolla hansı azimutdan qayıtmalı. Yenə şimala doğru gedəcəksə, yəni gəldiyi yerə doğru gedəcək. Şimala doğru gedirsə, yenə üzü şimal istiqamətində qayıtmalıdır. Başa düşdün? 90 dərəcə. Bəli, çünki o onsuz da şimaldaydı, bəli. Bir qədər yol getmişdi və geri qayıtmaq üçün də yenə şimal azimutundan istifadə eləyəcək. Bir də siz demişdiniz, müəllim, nə olursa olsun davam eləyəndə yenidən qayıdır əvvəlki yerinə. Yer kürəsi. Sonra 103-cü suala baxaq. 103-ə baxaq, görüm 103-də nə deyir. Bir dəqiqə bunu söyləyeyim. Ümumiləşdirmə. Xəritənin miqyası ilə generalizasiya ümumiləşdirmə arasında asıllıq qrafikini müəyyən edin. Xəritələrdə belə bir qayda var idi ki, xəritənin
miqyası kiçildikcə generalizasiya artır. Yəni Evet. miqyas kiçildilməyə doğru gedəndə generalizasiya isə tam əksinə olaraq artacaq. Çünki məsələn 1/200 Ters min miqyaslı mütənasib. xəritədə bəli, tərs mütənasib, tərs mütənasibliyin qrafiki olacaq A variantı. Çünki məsələn demişdik 1/200 min miqyaslı xəritə daha böyük görünür, daha böyük olur, orada dəqiqlik çox olur, amma 1/1 milyon daha kiçikdir. Çünki onun 1 milyon dəfə kiçiltdiyinə görə ora hər şey yerləşmir. Məcbur olaraq orada ixtisara salınma aparılacaq və ixtisara salınma da generalizasiya, ümumiləşdirmə adlanır. Müəllim, generalizasiya nə qədər böyük olursa, miqyas o qədər kiçik olur. Bəli, bəli. Çünki o qədər çox ixtisara salınmış olacaq. Düzdür. Bəli. Sonra 105-ci suala baxaq. 105-də nə deyir? Eyni sxemdə demək olar ki, coğrafi enlikdə bir dərəcə paraleloqevusun uzunluğu. Burada yəni coğrafi enliklərdə də bilirik ki, bir dərəcə qövsün uzunluğu ekvatora doğru getdikcə kiçilir. Yəni dərəcə artdıqca kiçiləcək tərs mütənasiblikdir. Y variantı düzdür. Sonra bu səhifədən baxaq görək nə idi sənin sualın? 108. 108-ci suala baxırıq. Nə deyir burada deməli? Sxemdə verilən A və B məntəqələri arasındakı məsafə 7686 kilometrdir. Buna əsasən C məntəqəsinin yerləşdiyi coğrafi uzunluğu və B məntəqəsi ilə Bakı arasındakı ən qısa məsafənin kilometrdən hesablayın. Hesablayaq, yaxınlaşdıraq bunu. A və A-nın koordinatını bilirik. 40 dərəcə şimal eni, 30 dərəcə qərb uzunluğudur. B-nin koordinatını bilmirik. Amma deyək ki, A və B məntəqələri arasındakı məsafə 7686 kilometrdir. 40 dərəcəyə paraleldə bir dərəcəyə qövsün uzunluğu 85.4 kilometrdir. Baxaq görək o məsafə, yəni 7686 kilometr neçə dərəcə deməkdir? X dərəcəmiz isə 7686 kilometrdir. Biz buradan X-i tapmaq üçün, yəni neçə dərəcə olduğunu tapmaq üçün 7686 kilometri bölməli. Bəli, 85.4-ə. O da eləyir X 90 dərəcə. Yəni B nöqtəsi ilə A nöqtəsi arasında 90 dərəcə fərq var. A yerləşir 30 dərəcə harda? Qərb uzunluğunda. B nöqtəsi isə ondan yerləşəcək 90 dərəcə gediriksə 60 dərəcə şərq uzunluğunda. Çünki 60 dərəcə şərq uzunluğu, 30 dərəcə qərb uzunluğu. Toplayanda bunlar arasındakı dərəcə fərqi olacaq 90 dərəcə. 90. Sən 30 dərəcə qərb uzunluğundan 90 dərəcə irəliyə getsən, gəlib düşür məntəqən 60 dərəcə şərq uzunluğuna. Sonra nə deyir? Buna əsasən C məntəqəsinin yerləşdiyi coğrafi uzunluğu. C ilə B eyni coğrafi uzunluqda yerləşdiyinə görə hər ikisi də olur 60 dərəcə şərq uzunluğu. Sonra deyir Bakı ilə arasındakı ən qısa məsafəni, B məntəqəsi ilə Bakı arasındakı ən qısa məsafəni hesablayın. B yerləşir 60 dərəcə şərq uzunluğunda, amma Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. 50 dərəcə şərq uzunluğu, 60 dərəcə şərq uzunluğu arasında bəli. Sualın varsa soruş. Mən başa düşdüm. 50 dərəcə şərq uzunluğu, 60 dərəcə şərq uzunluğu arasında 10 dərəcə fərq var. Və yenə yazırıq. 1 dərəcəyə qövsün uzunluğu 40 dərəcəyə paraleldə 85.4 kilometrdir. 10 dərəcəmiz isə X. Burada da 10 bərabər o 85.4'ü ona vurarıq. 854 kilometr. B ilə Bakının arasında 854 kilometr məsafə oldu. Və C nöqtəsi yerləşir 60 dərəcə şərq uzunluğunda. Başa düşdün? Bəli. Sonra bu neçənci sual idi? 108. İndi o biri sualımıza baxaq görək o neçədir? 111-ci sual. Müəllim, bu mən yazarım. Bayaq izah elədiniz mi? Eynisi. Hansında az təhliyyə, hansında çoxdur, bəli, eyni. Sonra bax 113'ü işarə eləmişsən. 113'ə baxaq ki 113 nədir? Eyni meridian üzərində A məntəqəsi B məntəqəsindən 180 dərəcə azimutda. Yəni hər ikisi də eyni meridian üzərində yerləşirlər, amma B məntəqəsi daha yuxarıda. Çünki A məntəqəsi B-dən 180 dərəcə azimutda, yəni cənubda yerləşir. B-dən A-ya baxanda A məntəqəsi daha cənubdadır. Sonra və 4995 kilometr məsafədə yerləşir.
4995 kilometr məsafədə yerləşirsə, sonra nə deyir? Hansı halda A məntəqəsi cənub yarımkəsində yerləşə bilməz? İndi baxırıq. Bunlar arasındakı 4995 kilometr əslində 45 dərəcə demək. Çünki meridian üzərində bir dərəcəyə qövsün uzunluğu 111 kilometrdir. X dərəcəmiz isə 4995 kilometrdir. 4995-i 111-ə bölək eləyəcək 45 dərəcə. Deməli, A və B məntəqələri arasında 45 dərəcə fərq var. Sonra bizə indi verilənlərə baxaq görək 113-də düz olmayanı soruşur, yəni səhv olanı soruşur. Gəl birinci yerdən başlayaq. Deyək ki, B məntəqəsində günəşin maksimum düşmə bucağı 90 dərəcə olarsa, biz bilirik ki, tropiklərin arasında günəş şüaları maksimum 90 dərəcə bucaq altında düşür. Və məsələn, hər hansısa bir tropik xəttindən və yaxud da ki, tropiklərin arasında qalan bir məntəqədən, misal üçün olsun 10 dərəcə şimal enliyi. Burada 90 dərəcə bucaq altına düşür. Çünki tropik işıqlama qurşağında yerləşir deyə günəş zenitdə olur. İldə 2 dəfə. 10 dərəcə şimal enliyi ilə 45 dərəcə aşağıya doğru düşəsi olsan, gəlib çatacaq 35 dərəcə cənub enliyinə. A məntəqəsi yerləşdi cənub yarımkəsində. Deməli, Y variantı səhvdir. Sonra D-yə baxaq. B məntəqəsində günəşin minimum düşmə bucağı 50 dərəcə olarsa, günəş şüaları maksimum 90 dərəcə bucaq altında düşür. Minimumda 50 dərəcə bucaq altında olarsa, bu deməkdir ki, o məntəqə tropikə yenə yaxın yerləşir. Çünki tropiklərdən uzaqlaşdıqca günəş şüalarının düşmə bucaqları, yəni qütblər doğru getdikcə kiçilirdi. Və bu məntəqə tropikə yaxın olduğuna görə minimum 50 dərəcə bucaqla düşür. Yəni 90-ın yarısından da hətta çox. Bu da səhvdir. Bunu dəqiq hesablaya bilərik. Onun növbəti dərslərdə izah edəcəm. Yenə də hesablama qaydasını təkrar. Sonra C-yə baxaq. B məntəqəsi şimal tropiki üzərində yerləşərsə, məsələn, şimal tropiki 23.5 dərəcə şimal enliyidir. B məntəqəsi onun üzərindədirsə, ondan 45 dərəcə cənuba doğru getsək, yenə də cənub yarımkəsindən keçmiş oluruq. Ona görə bu da səhvdir. Bu variantına baxaq. B məntəqəsi Bakı şəhəri ilə eyni paralel üzərində yerləşirsə, Bakı şəhəri yerləşir 40 dərəcə şimal enliyində. Bakı şəhəri 40 dərəcə şimal enliyi olsa, ondan 45 dərəcə aşağı düşəsi olsan, gəlib 5 dərəcə cənub enliyinə düşürsən. Ona görə B də səhvdir. A variantına baxaq. B məntəqəsi şimal qütb dairəsi üzərində yerləşərsə, şimal qütb dairəsi 66.5 dərəcə şimal enliyidir. Ondan bəli, A məntəqəsinə doğru düşsən 45 dərəcə aşağı, 66.5 dərəcə şimal enliyindən 45 dərəcə aşağı düşəsi olsan, yenə də 21.5 dərəcə şimal enliyinə düşür. Cənub yarımkəsindən yerləşmədi, şimal yarımkəsindən yerləşdi. Ona görə doğru cavab oldu burada A variantı. Başa düşdün? Bəli. Sonra bu oldu 113-cü sualın izahı. Var burada 118. Çevirək səhifəni. 118-ci sualı işarələmişəm. Baxaq ona. Deyir ki, burada... Bu müəllim şeydir. Hə? Bayaq izah elədiyiniz deyirsən. 10 kimidir? Hə, bu səfər dərəcələr fərqlidir deyir. Hə, onda bu qalsın. Başqasına baxaq. 118 heç... İzah eləm. Bəli, bəli. Yadıma düşdü. Sonra digər sualları çevirim. Onda o bir səhifədədir çünki qalanları. Burada 123-cü sualı işarələmişsən. 123-ü gəl baxaq. Deyir ki, A məntəqəsinin verdiyi koordinatlarını 70 dərəcə şimal enliyi 40 dərəcə. Bəli. Belə olmayacaq. Burada müəllim 70-dirsə 40-sa fərqli olduğu üçün toplayacağıq. Sonra miqyası burada həqiqi məsafəni 5 dərəcə tapacağıq. Xəritədəki məsafəni də həqiqi məsafəni necə tapmışıqsa tənasüb kimi. Sonra bölüb tapacaq, elə deyil. Əslində olar, amma belə bir şey deyim də sənə. 70 dərəcə şimal enliyi 40 dərəcə şərqi uzunluqdur. Digəri 70 dərəcə şimal enliyi 140 dərəcə qərb uzunluqdur. Enliyin eynidir, bax, bunların koordinatlarına. 40 dərəcə şərq uzunluğu və 140 dərəcə qərb uzunluğudur. Elə. Məntəqən yenə də 70 dərəcə şimal enliyidir. Bunlar arasındakı ən qısa məsafə deyir. Bunlar bir-birinin əks meridianlardır. Hardan biri? Çünki bir meridianın əks meridianı özündən 180 dərəcə fərqlənən meridian idi. 180-dən çıxası olsan 40 dərəcə şərq uzunluğunu. Alacaqsan cavabı 140 dərəcə qərb uzunluğu.
Yəni bunlar bütövlükdə elə bil ki, qlobusun biri bir tərəfindədir. Məsələn 40 dərəcə şərq uzunluğu. Onun tam arxasında yerləşən, ona bitişik olan belə deyək də, meridian çevrəsinin o digər tərəfi 140 dərəcə qərb uzunluğudur. Əslində bunlar bax belə birləşikdir. 90 dərəcə qütbdə bunlar birləşir. Biri düşür qlobusun arxa tərəfinə. İndi bunlar arasındakı bizdən ən qısa məsafəni soruşur. 140 dərəcə qərb uzunluğu, 40 dərəcə şərq uzunluğu arasında dərəcə fərqi 180 dərəcədir. Toplayaraq biri qərb, biri şərq. 180 dərəcə fərq var və 180 dərəcə böyük məsafədir. Bizdən ən qısa məsafəni soruşur. Ona görə də 40 dərəcə şərq uzunluğundan bunlar onsuz da eyni meridian çevrəsidir. 90 dərəcə üzü şimala doğru gedərək 70 dərəcə şimal enliyində yerləşir məntəqəmiz. 70 dərəcə şimal enliyindən 90 dərəcəyə doğru getsək, 20 dərəcə yol getdikmi? Bax 40 dərəcə şərq uzunluğu üzrə çıxırıq yuxarı. 20 dərəcə gəldik, 90-a çatdıq. Sonra 140 dərəcə qərb uzunluğu meridianına keçməliyiksə, yenə 90 dərəcədən üzü cənub istiqamətində 140 dərəcə qərb uzunluğu boyunca gəlirik və məntəqəmiz yenə 70 dərəcə şimal enliyində eyni paralelin üzərində deyə 20 dərəcə də aşağı düşdük. 90 dərəcədən 20 dərəcə aşağı düşdük. Yenə gəlib çatdıq 70 dərəcə şərq uzunluğu və 140 dərəcə 70 dərəcə şimal enliyi və 140 dərəcə qərb uzunluğunun üzərinə. 40 dərəcə oldu aradakı gedilən yol. Çünki bax 20 dərəcə yuxarıya doğru çıxdıq. Üstünə də gəlirik yenə 90 dərəcədən, yəni şimaldan üzü 20 dərəcə aşağı düşmüşük. 20 dərəcənin toplam eləyir getdiyin yol 40 dərəcə. Çünki sən eyni meridian çevrəsi üzrə olduğunu, fərqli meridian çevrəsi üzrə getmiş olsaydın, alınmayacaqdı. Burada eyni meridian çevrəsi olduğuna görə sən şimala gedib sonra cənuba düşə bilərsən. Yəni eyni xəttin üstü ilə gedirsən, belə deyək. Eyni yolu gedirsən. Və getdiyin məsafə oldu 40 dərəcə. Meridian üzrə hərəkət etdin deyək. Meridianlarda 1 dərəcəyə qövsün uzunluğu 111 km idi. 111. Getdiyin yol isə 40 dərəcədir. 40 dərəcən isə olacaq 4440 km. Yəni sənin həqiqi məsafən oldu 4440 km. Sonra həmin o məntəqə arasındakı ən qısa məsafə 1 bölünsün. Nədir bu? 20 milyon üstün qaralamışım tetam. Görünmür. Buradan da 5 dənə sıfır hissəsi olsaq eləyir 200. Miqyasımız da oldu 200. Bizdən nəyi soruşur? Xəritədəki məsafə. Xəritədəki məsafəni necə taparıq? 4440-ı bölərik 200. Aha. O da eləyir burada 22.2. 22.2 alayım. Bəli. Müəllim, mənim dediyim kimi də tapmaq olardı. Aha, necə? Mənim dediyim kimi tapmaq olardı bunu. Məsələn, necə deyirsən? O dediyin qaydanı deyib. Təkrar yadımdan çıxdı. Məsələn, mənim bunlar şimalda biri şərq uzunluğudursa, fərqlidirsə toplayardım. Sonra 1 dərəcəni 111.1, sonra bu topladığımla tənasüb kimi həll eləyərdim. Bu miqyası da 5 sıfır silərək həqiqi məsafəni tapardım. O bayaq tənasübü tapdığımı da bölərdim ona, xəritədəki məsafəni tapardım. Məsələn, necə? Bax 40 dərəcə şərq uzunluğuna 140 dərəcə qərb uzunluğunu toplayıb. Bəli. Belə deyirsən, amma arada dərəcə fərq elədi 180 dərəcə. Hə. 180 dərəcə də böyük məsafədir. 70 dərəcə şimal enliyində 1 dərəcə qövsün uzunluğunu tapırsan, onu vuracaqdın 180 dərəcə və çox böyük məsafə var. Bu tipli adətən bir-birinin əks meridianı olan, yəni eyni meridian çevrəsi olan məsələlərdə həmişə şimala doğru gedirsən, sonra gedilən qədər də yenidən geri qayıdırsan və verilən enliyə çatırsan. Bir meridian xətti üzrə getmək, yəni daha qısa məsafənin tapılması olur. Sonra növbəti sual var 142. Səhifə çevrildi. Səhifəsi mənə zəhmət olmasa deyə görün neçənci səhifə idi? Səhifə 32. Burada 142-ni işarələmişsən. Baxaq görək 142-ci sualda nə deyir bizə? 142-də soruşur ki, X və Y məntəqələrinə aid olan xüsusiyyətlər. Baxırıq, X şimalda yerləşir, Ərəbistan yarımadasının üstündə. Y isə cənubda yerləşir və Madagaskar adasının üzərində. Bizdən soruşur ki, bunlara aid olan ümumi xüsusiyyətlər nələrdir? Baxaq birinciyə nə deyir? Eyni coğrafi uzunluqda yerləşirlər, bəli. Gördüyümüz kimi hər ikisi də eyni meridian xəttinin üzərindədir. Ona görə bir düzdür. Sonra
Deyir, şimal qütbündən məsafələri eynidir. Xeyr, məsələn, biri cənubda yaşayır, biri şimalda. Hər ikisinin məsafəsi eyni olmaz. X məntəqəsi şimal qütbünə daha yaxındır. 2 səhvdir. 3-ə baxaq, Bəli. şərq yarımkürəsində yaşayırlar. Bəli, çünki 0-cı Qrinviç meridianı bax belə buradan keçir. Bunlar hər ikisi isə şərq yarımkürəsindədir. Ərəbistan yarımadası, Madagaskar adası, Afrikanın bu Somali yarımadası bunlar şərq yarımkürəsində yaşayır. Ona görə 3 də düzdür. 4-ə baxaq, qərb yarımkürəsində yaşayırlar. Xeyr, 3-lə 4 bir-birinin əksidir. Sonra 5-ə baxaq, Y məntəqəsi X-ə nəzərən şimalda və 0 dərəcə azimutda yaşayır. Bəli, bu düzdür. X məntəqəsi Y-ə nəzərən, daha doğrusu. Çünki X daha şimaldadır, Y isə ondan cənubdadır və şimalda olduğuna görə şimalda və 0 dərəcə azimutdadır. Şimalın azimutu bilirik bunu. 5 də düzdür. 6-ya baxaq. Y məntəqəsi X-ə nəzərən şimalda yox. Y məntəqəsi X-ə nəzərən cənubda və 180 dərəcə azimutda yerləşir. 6 səhvdir. Doğru cavab 1, 3 və 5. 5. Sonra 147-ni işarələmişsən. Baxaq 147-yə. Bu dəfə deyirsən eynidir, amma fərqlidir. Bunu da yazarım. İstəsən yazın bunu da. Bu mənim başa düşdüm. Yaxşı, onda özün baxarsan. Əgər işləyə bilməsən yenidən soruşarsan. Qalıb burada 154. Yaxşı. %54-cü sualı işləyək görək nə deyir bizə burada. A və D məntəqələri arasındakı məsafəni A, B, C, D xətti üzrə kilometrlə müəyyən edin. Və bizə verib ki, bir dərəcəlik meridian və ekvator qoysunuz. Uzunluğu 111 kilometr. A, A-dan B-yə, B-dən C, C-dən də D-yə doğru gedəcək və dərəcə fərqini biz kilometrə çevirməliyik. İndi baxaq, A-dan B-yə qədər A ilə B eyni meridian üzərində yerləşirlər, amma fərqli-fərqli paralellərdə. A yerləşir 40 dərəcəlik enlikdə, 40 dərəcə şimal enlikdə. B yerləşir 0 dərəcə enlikdə ekvatorda. Bunun arasındakı dərəcə fərqi 40 dərəcədir. Yazıram bura A, B 40 dərəcə. Sonra baxaq davamına. İndi B-dən C-yə doğru gedək. B ilə C eyni paralel üzərindədir, amma fərqli coğrafi uzunluqlardadır. B yerləşir 20 dərəcə qərb uzunluğunda, C yerləşir 60 dərəcə şərq uzunluğunda. B-dən C-yə doğru 20 qərb, 60 şərq toplayanda 80 dərəcə fərqlədir. B, C oldu 80 dərəcə. Sonra C ilə D eyni meridian üzərindədirlər, amma fərqli-fərqli paralellərdədir. D yerləşir 20 dərəcə şimal enlikdə, C yerləşir ekvatorda 0 dərəcə enlikdə. 0 ilə 20 dərəcə arasında yenə 20 dərəcə fərq var. DC də oldu 20 dərəcə. Bizdən nə soruşur? Deməli, A-dan D-yə qədər olan məsafəni soruşur. Həm ekvatorda, həm də meridianlarda bir dərəcəlik ölçüsünün uzunluğu 111 kilometr olduğuna görə biz bunları toplayıb da elə yenə ümumi qaydada 111-ə vura bilərik. Ona görə də 40 dərəcə, üstə gəl 80 dərəcə, üstə gəlsin 20 dərəcə eləyir 140 dərəcə. Aydın oldu. Və bir dərəcəlik ölçüsümüzün uzunluğu 111 kilometrdirsə, 140 dərəcəmiz x kilometrdir. Bəli. Buradan da x-i tapmaq üçün bəli. X-i tapmaq üçün biz 140 dərəcəni vurmalıyıq 111-ə 15540. 15000 bəli 540 kilometr. Bu oldu həmin bu məntəqələr arasındakı, yəni A və D məntəqələr arasındakı məsafə. Yenə də deyirəm, A-dan B-yə doğru getdik. Hər ikisi də eyni meridian üzərində olduğuna görə paralellər fərqlidir. 40 dərəcəlik enlik və 0-cı enlikdir. A 40-da, B 0-da yerləşir. Dərəcə fərqi oldu 40 dərəcə. B-dən C-yə doğru getsək, B-nin dərəcəsini verib 20 dərəcə qərb uzunluğu, C isə 60 dərəcə şərq uzunluğu. Biri qərb, biri şərq olanda toplayırıq əks yarımkürələr deyə. Və dərəcə fərqiləri 80 dərəcə. C və D isə yenə A ilə B-də olduğu kimi eyni meridian üzərində yerləşirlər. D yerləşir 20 dərəcəlik şimal enlikdə, C isə 0 dərəcə enlikdə. 20 ilə 0 arasında 20 dərəcə fərq var. Topladıq, elədi 140 dərəcə. Toplayıb 111-ə vurduq. Çünki onsuz da burada hər iki halda da həm meridian, həm ekvator üzərində bir dərəcəlik ölçüsünün uzunluğu 111 kilometrdir deyə cavabımız oldu 15540 kilometr. Başa düşdün? Evet. Aha, başa düşməsən soruşarsan. Sonra növbəti sualım burada, deməli eyni tipli olanlar var. Ona görə mən artıq onları eləmirəm. Baxaq burada 161.
161'i yazacağım burada ekranda sənin üçün. Həm də onu deyim ki, 161-ci sual qəbula düşübdür. Qəbul suallarının içərisində var idi. Mən bunu görmüşəm. Deyir ki, 180 dərəcəlik meridian üzərində olan A məntəqəsi 37 dərəcə cənub enliyində, B məntəqəsi isə 43 dərəcə şimal enliyində yerləşir. Yazaq. 180 dərəcəlik meridiyanda A məntəqəsi 37 dərəcə cənub enliyi. Bu olsun A məntəqəsi 37 dərəcə cənub. Bu da olsun B məntəqəsi. Nə qədər deyir? 43 B dərəcə məntəqəsi, şimal. bəli, 43 Fərqlidir. dərəcə, bəli, şimal enliyi. Toplayaraq bunlar arasındakı dərəcə fərqi Ona olacaq toplayacağım. 80 dərəcə. Aha. Evet. İndi bizdən nəyi soruşur? Deyir ki, 180 dərəcə meridian üzərində olan A məntəqəsi 37 cənub, B 43 dərəcə şimal enliyində yerləşir. Baş miqyası 1 sm-də 200 km olan xəritədə bu məntəqələr arasındakı məsafə 45 sm olarsa təhrifi hesablayın. Yəni baş miqyası həqiqi məsafədir 200 km. Bax bilirsən necədir? Baş miqyas bütün xəritənin hər yer üçün, yəni bütöv xəritə üçün nəzərdə tutulan miqyasdır. O xüsusi miqyas idi ki, bir ərazi üçün hesablanmış ayrıca miqyas. Amma bizdən burada nə soruşur? Baxaq. Baş miqyas verilibdir bu olan xəritədə. Məsələn, 1 sm-də 200 km deyil miqyasımız. Orada həmin əslində bu qədər olan məsafəni, 80 dərəcəlik məsafəni 45 sm olaraq göstəriblər. Biz bu verilənlərə miqyas və xəritədəki məsafəyə əsasən birinci, həmin o xəritənin tərtibində hesablanmış məsafəni tapırıq, həqiqi məsafəni. Sonra isə əsl həqiqi məsafəni tapmalıyıq ki, bunlar arasındakı fərq də olacaq təhrifi. Yəni əsl həqiqi məsafə ilə həmin o xəritədə hesablanmış həqiqi məsafə arasında görə nə qədər fərq var? Yəni nə qədər səhvə yol verilib, təhrifə yol verilib, biz bunu tapmalıyıq. İndi baxaq, birinci bu verilənləri yazmışdıq, onları davam edək. 80 dərəcə fərq elədir və 1 dərəcəlik meridian qövsünün uzunluğu 111 km. Çünki meridian üzərində yerləşirlər deyə 1 dərəcəlik meridian qövsünü görə hesablayırıq. 80 dərəcəmiz eləcək. 80 vuraq 111-ə 8880 km. Bəli, bu oldu əsl həqiqi məsafə. Yəni həqiqətən də bu məntəqələr arasında 8880 km məsafə var. İndi baxaq görək bu məsafəni 1 bölünsün 200 kilometrlik xəritədə nə qədər hesablayıblar? Yəni 45 sm göstəriblərsə görə orada həqiqi məsafəni nə qədər hesablayıblar? Burada da həqiqi məsafə bərabər olacaq. Miqyas, yəni 200. Xəritədəki məsafə. Aha, bəli, 200-ü vuracaq xəritədəki 45-ə. O da eləcək 9000 kilometr. 9000 kilometr bu xəritəni tərtib eləyəndə hesabladıqları həqiqi məsafədir. Amma əslində həmin məntəqənin arasındakı həqiqi məsafə 8880 km-dir. Biz bunları bir-birindən çıxsaq, arada o gedən təhrifi, yəni səhv hesablanan neçə kilometrdir onu biləcəyik. 9000-dən çıxaraq 8880-i cavab eləyəcək 120 km. Yəni xəritəni tərtib edərsən 120 km səhvə yol verilib xəritəni tərtib eləyərkən. Başa düşdün? Yəni müəllim, xəritədəki məsafə vurduq miqyasa. Bəli. Ya 200 ilə vurduq 45 idi. Bəli, 45 sm-dir. Biz yəni birinci verilən hissələr ayrı-ayrı yazırıq. Miqyası vurduq xəritədəki məsafəyə, həmin xəritəyə görə hesablanmış həqiqi məsafəni tapırıq. Sonra digər verilənləri ayrı hesablayırıq. Onlara əsasən də bir ayrı tapırıq. Sonra bunu silək. Başqa nə qaldı burada?